Kızlar, deməli bugün görürsünüz xaladenikdə olan hər şeyləri çıxartmışam və üstəlik bəzi şeyləri almışam və istəyirəm indi bunlardan xaladenikə hamısını doğrayım, hansısa yeməkləri yarım hazır vəziyyətdə qoyum. Bu isə biraz toyuq ətindən almışdım. İstəyirdim toyuq ətindən də bəzi yarımçıq hazırlanmış yeməklər bişirim ki, onları da xaladenikə qoyum, lazım olanda çıxardıb tez bişirək. Hal-hazırda kələmi doğrayıram. Deməli bugün bir də piroq bişirəcəm. Çox dadlı bir piroqdur. Bu piroqa kələm və qaynadılmış yumurta, bir də soğan əlavə olunur. Deməli kələmi nazik doğrayırıq. Tavada soğan ilə qızardırıq. Sadəcə elə bil ki, kələm qızardırıq o cür. Və ayrıca yumurta qaynadırıq. O yumurtanı da sonra kəsib kubvari bu kələmə əlavə edib qarışdırırıq və piroqun içinə qoyuruq. Birinci dəfə bu piroqu görəndə mən də təsəvvür eləmirdim ki, kələmlə yumurta necə alınar, amma çox dadlı olur qızlar. İstəsəniz bişirib yoxlaya bilərsiniz. Kızım burada bu arada görürsünüz, vatruşkalar pişirib, biraz səsini də yavaş eləsəydi laf yaxşı. Vatruşkalar pişirib. Bunlar kəsmiklidir, çox dadlıdır. Burada bir əl ucu götürmək istəyirəm. Onu qaynardı ay bacı. Burada isə mən süd qızdırıram, süd almışdım. Kələm artıq hazırdır və ət qaynadıram. Bugün istəyirəm hər şeyi birdən bişirim, qoyum ki, sonra həftə içi. Əslində bir aylıq yeməklərim var. İstəyirəm ki, sonradan yemək bişirməyə çox az vaxt sərf edeyim. Kökü isə doğrayıram, samanvari. Bir də yumru doğrayacağım. Bunları elə belə sadəcə uşaqlar istəyəndə çıxardıb yesinlər deyənə hazır olsun. Çox vaxt uşaqlar ərinir, onu yusun, təmizləsin, kəssin. Ona görə mən hazır qoyuram. Bunları da belə götürüb qabdan özləri istəyəndə yeyirlər. Biraz da tyorkadan eləyəcəm. Tyorkadan elib marazilkaya qoyacağım. Çünki marazilkada daha çox müddət qalacaq və onu yeməklərə əlavə etmək üçün edirəm. Belə qablara yığıb qoyuram xaladenikə və dediyim kimi tyorkadan markovkanı rəndələyəcəm. Və bunları görürsünüz belə paketlərdə, zip paketlərdə qoyacağım marazilkaya. Və kökdən ən çox sevdiyimiz salat var. Korey sayağı kökdür adı və ondan bişirdik srazu. Çox dadlı olur və çox rahat bişən bir salatdır. Və qızlar, marazilkaya soğanı da belə doğrayıb qoyuram. Hər cür doğrayıb qoyuram ki, sonradan yemək bişirəndə hansı yeməyə nə cür yaxşı olur, nə cür daha çox yaraşır. O cür olan, o formada olan soğanı çıxardıb yeməyi bişirmək üçün. Hal-hazırda günorta yemək vaxtı idi və həmişəki kimi xaladenikdə marinad olunmuş, hazır vəziyyətdə olan toyuğu çıxardıb qoymuşdum sobaya və tez bişdi. Bu lobyaları isə mənim üçün Ayka belə qəşəng doğradı. Mən isə bunları da yuyub marazilkaya qoyacağam. Yemək bişirmək istəyəndə bunları sadəcə çıxardıb, qaynadıb və qızartmaq qalır. Çox asandır qızlar. Burada isə mən deməli kəsmikli xəmir yoğururam. Çox su kəsmikdir və 1-2 qaşıq un, yumurta, biraz şəkər tozu. Bu sırnikin xəmiridir. Amma mən bundan pizza bişirəcəm. Bir dəfə bişirmişəm, çox dadlı olur. Kəsmikdən elə bil ki, pizza edirik. Xəmirin əvəzinə kəsmik edirik. Bu olur çox dietik və çox dadlı olur qızlar. Belə düzəldirik pizza formasına və içini doldururuq. Necə pizzanın üstünə qoyuruq, bunun da üstünə istədiyiniz ərzaqları qoya bilərsiniz. Mən bunun üstünə qoyacağım toyuq, göbələk və üstündən də pendir. 500 qram kəsmikdən 2 dənə balaca pizza alındı. Çox dadlı oldu. Bir dəfəyə bir pizzanı bişirəm qızlar. Əlavə nəsə bişirə bilərsiniz. Çünki bu tam belə doyumlu deyil. Əslində bizim üçün doyumludur, amma bəzi insanlar üçün ola bilsin ki, belə çox da doyumlu olmasın və yenə də yanında nəsə verə bilərsiniz. Qalan kəsmikli xəmirdən isə sırniklər düzəldirəm.
Onları da qoyuram buzxanaya və buzlanır, orada qalır. İstəyəndə çıxardıb sobaya qoyub bişiririk. İndi isə istəyirəm soyuducunun bu qabını yuyum və burada pomidor və xiyarları yuyub qoyum. Adətən mən soyuducuda saxlayanda bunları yumuram, amma bu dəfə istədim belə edim və fikir verdim ki, xiyarlar daha tez xarab olur və mənim fikrimcə hələ yumadan qoysaq daha yaxşı olar. Və bu vaxtacan məni narahat etmirdi mənim balaca köməkçiyim, amma bu arada gəldi və nəsə etmək istədi. Bu xiyarları və pomidorları düzməyə mənə köməklik etdi. İndi isə mən bizim aldığımız meyvələri də yuyub bir qaba qoyuram və buralar çox dağınıqdır. Buraları da yığışdırıram və başlayıram o biri işlərimə. Mən bu işlərimi görənə kimi qızım da pomidorları blenderdən çəkib belə buz qabına doldurur və qoyur buzxanaya. Bunlar buzlanandan sonra bir paketə yığıb qoyacağam və hər yeməyə tomat yerinə bunu istifadə edəcəm. Bunu mən qoydum qaynamağa. Pizza üçün qaynadıb üstünə didib qoyacağam və üstündən 1-2 dənə pomidor, biber belə şeylər də qoyub üstünə pendir çorkadan keçirtib qoyacağam buzxanaya. Bunları indi marinavat eləyəcəm və bunu da atacağam buzxanaya. İstəyəndə gördüyünüz kimi bugün tez çıxartdım, sobada bişirdim və çox dadlı olur. İndi bunu da atacağım, yuyacağım. Yuyub marinad eləyib qoyacağım buzxanaya. Mən ancaq duzluyuram və istiotlu bir dənə sous var, onu əlavə edirəm. Axırıncı vaxtlar ən mənim sevdiyim sous. Ancaq bura istifadə edirəm. Bunun üçün başqa bir şeylər də istifadə etmirəm. Amma toyuqla çox yaxşı olur. Çox yandırır, ona görə az tökmək lazımdır. Və yaxşıca bunu qarışdırıb paketləyib qoyacağam buzxanaya ki, lazım olanda tez bazar çıxardıb, heç əritmirəm qızlar, sırası qoyuram sobaya. Bir müddətdən sonra çıxardıram, bir-birindən ayırıram və axıracan bişirirəm. Su buraxmır, heç nə olmur, çox yaxşı olur. Bayaq sizə göstərdiyim kimi belə etmişdim onu və sobada bişirmişdim. Gördünüz, çox gözəl olmuşdu. Bu isə döş ətidir. Bunu da biraz elə belə doğrayıb qoyacağım. Biraz blenderdən eləyəcəm. Qızlar, döş ətini blenderdən də eləyəndə elə bil ki, ət çəkən maşından eləmiş kimi olursunuz. Kim istəmir ət çəkən maşını çıxartmaq, belə də demək olur. Deməli, bu toyuq ətindəndir, hansını ki mən çəkmişdim və içinə göbələk əlavə etdim. Bu isə pizzadır. Kəsmikdən içində göbələkdir və bayaq göstərmişdim ki, fileni qoymuşdum qaynamağa. Bunu da əlavə edəcəm indi bura. Üstünə isə hamısının üstünə pendir çorkadan keçirdib əlavə edəcəm. Paralel olaraq mənə biberləri də təmizləyib, kəsib buzxanaya qoymağa köməklik edirlər. Biberləri də elə saxlayıram ki, hər yeməyə lazım olanda uca kəsilmiş halda hazır olsun. Badımcanları belə doğradım lay-lay və indi bunu sobaya qoyacağım. Tavada qızartmayacağım ki, yağ qatmayayım, ancaq sobada eləyəcəm və sonra bunlardan içinə biraz mayonez vurub göyərti ilə belə rulet fason eləyəcəm. Yarısını da bu tər doğradım, çünki bunlar badımcanlar özləri balacaydı, ona görə bunları bu şəkildə doğradım və bunları indi yuyacağım, duzlamışam, yuyacağım və paketə qoyub buzxanaya atacağım. Lazım olanı çıxardıb qızartmaq olar. Burada isə qızım deməli toyuq döş ətindən içinə kök, soğan əlavə edib duz istiot qızartmışıq və belə konvertlər düzəldir. Mənim isə bugünə demək olar ki, axırıncı işim. Bura deməli droj əlavə eləmişəm, duz və şəkər. İndi bunun üzərinə
əlavə edəcəm yağ və süd. İndi biraz gözləyəcəm ki, burada droş özünü tutsun. Sonra bura 2 yumurta əlavə edəcəm və 500 qram, 500-600 qram belə un əlavə edib xəmir yoğuracam. Pirog pişirəcəm. İçində bayaq sizə göstərmişdim, qızardırdım kələm və kələmə biraz da əlavə edirəm. Yumurta, qaynadılmış yumurta çox dadlı olur qızlar. Əvvəl adam eşidəndə biraz elə gəlir ki, heç bir-birindən tutan bir şeylər deyil, amma çox dadlı olur. Budur, görürsünüz, kələm qızartmışam, soğan, kələm, duz, istiot və buradakı yumurta. Burada 3 dənə qaynadılmış yumurta var. Bunun içinə əlavə edəndə onları qarışdıracağım. Amma hələlik biraz istəyirəm ki, gözləyim bu. Droş özünü tutsun, biraz burada köpüklənsin, gəlsin və sonra bura un əlavə edəcəm, xəmir yoğuracam, sizə göstərərəm. Bir müddət keçdi qızlar, görürsünüz necə oldu. Və indi bura un əlavə edəcəm. Və indi əvvəl qaşıqla qarışdıracağım. Sonra mən mikserlə eləyəcəm. Mikserin indi göstərəcəm hansı nasatkasından. Onunla xəmir yoğuranda çox xoşuma gəlir. Və ən axırda əllə eləyəcəm. İndi əlimə əlcək geyinəcəm. Mən xoşlamıram biraz xəmirdə olanda əlim. Burada un biraz azdır. Yenə əlavə eləyəcəm. Biraz indi qatım bunu. Bunu biraz qarışdırım. Sonra biraz da un əlavə edəcəm. Mikserin baxın bunlarla eləyirəm. Bu xəmirə 600 qram un gedir və belə yumuşaq, ələ yapışmayan bir xəmir alınır. Yarım saata 40 dəqiqəyə xəmir gəlir. Qızlar, olur çox yumuşaq, yayılır, çox gözəl, tez. 2 elə bil ki, kündəyə bölürəm, üst alt üçün yayıram və içinə içliyi qoyuram və üstünü bağlayıram. Baxın qızlar, nə gözəl alındı. Yumuşaqdır. Kəsəndə də çox yumuşaqdır bu. Sadəcə olaraq hələ qaynardı. Kəsəndə də göstərəcəm. Qızlar, dediyim kimi çox yumuşaqdır. Baxın. Çox gözəl alınıb və çox gözəl qoxusu var. Adam yemək istəməsə də belə yeyib, hindi yesə də belə yeməyi, yenə də bunu yemək istəyir. Baxın, nə yumuşaqdır. Bu isə səhərsi gündür qızlar və yenə də belə bir maqnitlər aldım. Hansıları ki, özümüz düzəldib, özümüz də rəngləməliyik. Çox gözəldir. Həmən mağazindən, Login'dir mağazinin adı. Bu həzaslanıbdadır bu mağazin. Çoxlu soruşurdunuz keçən dəfədə və burada gördüyünüz kimi belə maqnitlərdir. Gips maqnitlərdir, meyvələrdir içində, amma maqnitləndir. Bunları indi birlikdə biz 8 dənə içində forma var və indi bunları biz rəngləyəcəyik. Sonra da yəqin maqnit kimi yapışdırmaq olur. İndi açıb içinə də baxacağım. Birinci dəfə əslində alıram bundan. İndi istəyirəm Emillə eləyim. Откроем. И что там есть? Там что есть? Игрушка? Сейчас я тебе скажу. Там есть игрушки? Kızlar, mən elə bildim burada hazır forma var, amma yox. Burada içində gips var və belə formalar var, 4 dənə, 8 dənə. İndi gips hazırlayıb bunun içinə tökməliyik və burada saxlamalıyıq ki, bunlar bərkisin. Bu da maqnitdir. Bu maqniti sonra yapışdırırıq bu formalara. Mama, это Холодильnikə istəsəz yapışdıra bilərsiniz. Mama, это краска. Da. Bu da içində kraskadır. Kraskayla rəngləmək üçün.
İndi başlayaq bunu eləməyə. Necə eləmək lazımsa burada yazılıb. İndi oxuyacağım, baxacağım necə eləmək lazım və başlayacaq eləməyə. İndi qızlar baxın, bura su tökürük. Нет, нет. Ты наливаешь? Наливай. Bu mütləq hər şey özü eləməlidir. Ona görə Нет, стой. Стой, я сама. naливay, naливay. Молодец. İndi bu gipsi açırıq, bura əlavə edirik. Deməli elə eləməliyik ki, Мама, мы будем это руками сделать? elə eləməliyik ki, smetan kimi olsun. Нет. Я там. Smetan kimi olsun. Мама, это сметана? Нет, это гипс. Гипс. Наливай. Еще давай. Еще давай. Давай. Еще. Bakın böyle smetana kimi oldu görürsünüz. İndi bunu biraz bizde su çok oldu. Bura töktüm. Artık idi. İndi bunları doldururuq bura. Gips 1 saat qalmalıdır, qurumalıdır. Ona görə mən də gəldim kuxnaya ki, yemək bişirim. Bu hazırladığım pizzadan birini çıxartdım və sobaya qoyacağım ki, indi bişsin. Artıq pizza bişdi. Gördüyünüz kimi çox gözəl alınıb. İndi kəsəcəm. Kəsəndə də göstərəcəm. Düzdür, çox yumuşaq olur. Kəsəndə də biraz çətinliklə kəsilir, dağılır. Ola bilsin ki, biraz dağılsın, amma çox dadlı olur. Və gördüyünüz kimi bitirmişik. Bu bananciki Emil eləyib. Emil özü rəngləyib tək. Gördüyünüz kimi çox gözəl rəngləyib və o bir iki uşağım da gəldilər. Onlara da çox ləzzət elədi bu figurlar və onlar da hərəsi 2 ədədi rənglədilər və çox gözəl alındı. İndi isə onlara maqniti yapışdırıb xaladelnikə yapışdıracağam. Amma əvvəlcə saç lakını onların üstünə eləyirəm, parıldasınlar deyə. Qızlar, Azondan sifarişlər etmişəm balacama. Onu inkişaf etdirici kitablar, kartlar, belə bir şeylər almışam. İndi bir yerdə açaq. Baxaq nə idi bu. Qiymətlərini də deyəcəm sizə. Deməli bu heç yadımda deyil. Aha, bu bilirsiniz nədir? Bu belə maqnitdir. Ev heyvanlarıdır. Ana, ata və uşaqları. Elə bu ki, heyvanların uşağa öyrədirsiniz ki, necə adlanır onlar. Mən bunları alanda xanımlar deməli bu maqnitlər 9 manat 13 qəpik idi. Kitab isə 9 manat 64 qəpik. Baxın nə gözəldir. Maqnitdir bunlar. Maqnitli lövhədə də deməli demək olar. Biz rus dilində öyrənəcəyik. Ona görə biz deyəcəyik. Xryak, svinya, bu da parasyonok. Bu atadır, ana, bu da bala. İndi ikincisini açalım. Burada nə var? Bu da maqnitli kartlardır. Hə, yadıma düşdü. O ev heyvanlarıdır, bu isə vəhşi heyvanlar. Və bu da ensiklopediyadır. Kitabdır. Yusuf'a fırlattım. Baxın nə gözəldir. 3 və 3-dən 5 yaşacandır. Bunun içində hər şey var. İnsan necə olur, maşınlar, transport, eksperimentlər də belə var. Bitkilər, hərflər, heyvanlar, böyük, kiçik, dəniz sakinləri və rəqəmlər də var. Baxırsınız, bir kitabda hər şey var. Çox gözəl. Baxın gigiyenaya necə riayət etmək lazımdır. İnsan necə balacadan
böyüyür və qocalır. Quşlar, dəniz sakinləri dediyim kimi, akvaryumda qalanlar, bitkilər çox gözəl. Bundan alsanız uşağınız hər tərəfli inkişaf edəcək. Axşam isə mənim bacım və bacımın ailəsi gəldi və rəfiqəm gəldi. Balaca qızı ilə Emilin taydı və hamımız birlikdə oturduq, pilmeni bişirdik və gözəl söhbətlər etdik. Çox xoşlayıram belə birlikdə yığışıb, birlikdə nəsə bişirəndə, düşürəndə çox maraqlı olur. Həm tez olur, çünki başımız söhbətə qarışır, həm də çox dadlı bir yemək bişirib, birlikdə ondan da ləzzət almaq olur. Xəmiri yoğurmaq, onu kündələrə ayırmağı və yaymağı bacım öz öhdəsinə götürdü və hər şeyi bacım etdi. Biz isə ona içini doldurmağa kömək etdik, bişirməyə və ən əsası yeməyə. Burada isə dediyim kimi hamımız köməklə edirik. Bacımın qızı, rəfiqəm, mən hələ ki çəkiliş edirəm və sonradan mən də onlara qatılıram. На вещи катых, если что. Və qızlar, bu səhərsi gündür, tez-tez yığışdırıram, işdən gəlmişəm. Yığışdırıram ki, hər şey təmiz olsun və indi yenə də işə qaçacağam, o bir işimə. İstəyirəm ki, tez yığışdırım. Biz bugün rayona yola düşəcəyik və hər şeyi yığışdırıram ki, gələndə evlər təmiz olsun. Düzdür, rayona istirahətə gedirik, amma yol adamı yorur və kənd şəraiti istər-istəməz biraz havada olursan, çox gəzirsən, adam yorulur və gələndə mən yenə də işə qaçmalı olacağım səhərsi gün. Ona görə istəyirəm ki, indidən hər şey təmiz olsun, gələndə rahat olsun. Burada isə qızlar, mən təzə bir salfetka almışam. Deməli, bu salfetkanı bir neçə dəfə yuyub yenə də istifadə etmək olur. Salfetkanın bir üzü tikanlı kimidir, çirkin yerləri yaxşı sürtür. Özüm bu salfetkaları birinci dəfə alıram. Mənə rəfiqəm məsləhət gördü. O çoxdan bunları istifadə edir və çox xoşuma gəldi. Mətbəx üçün super bir şeydir. Yağlı yerləri, peçin üstünü, sonra bu kafel olan divarı, hər şeyi silmək olur və salfetkanın içində özündə paraşok var və o paraşok biraz istədəndə birinci dəfə çıxır. Sonradan paraşok çıxmır, amma salfetkanı yuyub bir neçə dəfə xarab olanacan istifadə etmək olur. Və səhv eləmirəmsə, içində 70 dənə ya da 40 dənə var və cəmi 3 manat neçəyəsə almışam. Burada isə qızım paltarları salır paltar yuyan maşına. İstəyirəm paltarları da hamısını yuyum, sərim, heç nə qalmasın çirkin. Çaynikin üstünü də bu salfetka ilə sildim. İnanmazsınız qızlar, çox təmiz oldu. Çox gözəl, bir dəqiqəyə hər şey təmizlədi. İndi isə istəyirəm rakovinanın içində Domestosla qəşəng sürtüm. Burada ağarsın. Həftədə bir dəfə heç olmasa bunu Domestosla yuyuram. Çünki bura tez-tez saralır. Çay ləkələri düşür. Ona görə mütləq silməliyim. Siləndən sonra təptəzə olur. Və ən sonunda mənim köməkçimi buraxıram ki, evləri silsin. Mən isə başlayıram sumkaları yığmağa. Çox bir şeylər götürmürəm. Bu qoyduqlarım Emilin dərmanlarıdır. Bizə həkim yazıb ki, onlar da qutarırıq, az qalıb. Və bir-iki dənə Emilin paltarıdır. Özümüzə demək olar ki, heç nə götürmürəm. Çünki orada saxlamışam, rayonda saxlamışam bizim paltarlarımızı, hansıları ki, orada geyinirik çox vaxtı. Ona görə çox yük etmirəm. Bu dəfə rayona özümüz gedirik. Bir də bacımla bacım qızım gedir. İnşallah kənd vlogu da gələcək. Sizə isə təşəkkürümü bildirirəm ki, videonu sona qədər izlədiniz. Mənim YouTube və Instagram kanalıma abunə olmağı unutmayın.
Hamınıza təşəkkür edirəm.